İpoteka limiti ayrılmamış müştərilərin gedib hansısa evə baxıb əvvəlcədən beh verməyini mən düzgün qiymətləndirmirəm. Əlbəttə ki, düzgündür. Gəlir beh verir evə, deyir 3 günə limit açılacaq. Limit gedir ay yarımdan sonra açılır. Sonra da ev sahibi evi başqasına satanda və yaxud nəsə problem olanda deyir qardaş satmıram da sən mənə ay yarımdır gözlətmisən. Behini qaytarmayan da gəlib maklerdən yapışırlar ki, mənim limitim alınmadı da ona görə ala bilmirəm. Mənim behimi qaytar, düşürsən sən işə. Yəni bu düzgün bir şey deyil. Bir də hörmətli bank işçiləri xahiş edirəm. Yəni müraciət olunur sizə və yaxud kimsə tanışına deyir ki, hə açılmalıdır, 3 günə limit açılmalıdır. Çünki bizə müştəri gəlir, deyir qohumumuz var bankda, 3 günə limit açılmalıdır. Yəni o limitdə 3 gün açılmır, 20 gün açılır, 25 gün açılır. Biraz bunları nəzərə alaq. Bu bayaq Rövşən dedi, beh söhbəti. Ümumiyyətlə mən makler həmkarlara, yəni tövsiyəm odur ki, şəxsən biz elə edirik də. Gəlir ipotekası açılmayıb. Zaten ipotekası açılmayana şəxsən biz ev göstərmirik. Belə pis çıxmasın. Onun səbəbini mən deyəcəm. Səbəbini də deyərik orada. İpotekası təsdiqlənib tutaq ki, və yaxud da ipoteka düşür buna, gəlir evə beh vermək istəyir. Deyirik qardaş yox. Beh vermə. Sənin bu dəqiqə əlində ipoteka yox. Deyir mənə daxili ipotekadır. Deyirəm okey, daxili ipoteka deyil qardaş. Get, məsəl üçün o gün başımıza gələn nə iş oldu? Penthouse xarici vətəndaş idi, gəldi, burada biznesi var idi, ipoteka, daxili ipoteka düşür ona. Çıxartdı yerində 5000 beh vermək istədi, biz dedik saxla, vermə behi. Yəni ev yası baxdı, niyə verməsin ora bura? Deyir, vermə də qoy səhərsi gün qiymətləndirmə gəlsin, görsün bu penthouse'a, bu kvadrata, bu qədər şeyi ayıracaq, ayırmayacaq. Səhərsi gün gəldi qiymətləndirmə şeylərdi, gördük ki, yox. Nəticə etibarilə ayırmadı bank. Ayırmadı və o bizə xarici İranlı qayıtçı çox sağ ol, var o ki, mənə belə. Amma çox makler nə edir? Beh qoy, beh qoy, beh qoy. Beh qoymaqla deyil, bu bədbaxt olun düşmür axı şeyi. Evi düşmür də ipotekaya. O qiymətləndirmə o qiyməti verməyəcək. Ev yəsin alıcıdan soruşsan ki, sənin nə qədər, yəni ki, ilk ödənişin var. Sən mənim pulumu nə edirsən? Ay qardaş, sənin pulumu ona görə eləyirəm ki, sənin alacağın məbləğlə ilkin ödənişin görüm üst-üstə düşür yoxsa yox. Mən sənin boş-boşuna niyə aparım o evlərə? Çox adam da bizi yəni pis başa düşür ki, hə sən mənim pulumu niyə edirsən? Burada pis başa düşüləsi bir şey Təbii yox. ki, bu anlaşılan bir məsələdir ki, çünki ipoteka götürən adamlar əsasən yüksək gəliri olanlar, pulu çox olanlar deyil də, əsasən bu 1000-2000 civarı rəsmi gəlir olanlar, aşağı olanlardılar da. Bunlar da ipotekanı götürürlər, 15 il, 20, 25 illik ipoteka ödəyəcəklər. Bu da uzun bir vaxtdır. Bu vaxt ərzində bundan da fikirləşirəm, 20 illik ipoteka ödəyəcəmsə, yaxşı mənzil olsun və düşün bir 2 ay ərzində baxım, axtarım, zaten bu anlaşılandır. Təbii ki, biz onu başa düşürük. Amma bunlar bir şeyi anlamalıdırlar ki, bu bir ay ərzində, 2